Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü günlük vlogumda sizə 2 dolu gündən maraqlı anlar göstərəcəm. Günə isə şirin bir işlə başladım. Ərik mürəbbəsi bişirməklə. Bugün həm 6 kiloqram ərik mürəbbəsi, həm də ləzzətli kompotlar hazırladım. Ərikləri əvvəlcə bol su ilə yaxşıca yuyuruq və aşüzənə yerləşdirib suyunun tam süzülməsini gözləyirik. Çərdəyini çıxarırıq. 3 kiloqram ərik götürdüm. Hər əriyin üzərində çəngəllə kiçik dəliklər açdım. Bu şərbətin içərisinə daha yaxşı keçməsi üçündür. Daha sonra şərbət hazırladım. 3 kiloqram şəkər tozuna 3 stəkan su əlavə edib ocağa qoydum. Qaynara düşəndə artıq şərbət hazır idi. Qaynayan şərbətə ərikləri ehmalca əlavə etdim. 2-3 dəqiqə bişirdim, sonra ocağı söndürdüm. Tam 4 saat ərzində soyutdum. Bu prosesi 3 dəfə təkrar etdim. Sonuncu dəfə 10 dəqiqə qaynara düşdükdən sonra bişirdim və hazırdır. Nəticədə par-par yanan, qatı, ləzzətli və evi ətri ilə bürüyən mükəmməl ərik mürəbbəsi alındı. Kompotlarda çox sadə üsulla hazırladım. Ərikləri doğrayıb bankaya əlavə etdim. Üzərinə 1 armud stəkan şəkər tozu və qaynar su əlavə edib qapaqlarını möhkəm bağladım. İstifadə etdiyim məhsulların miqdarını, eyni zamanda mürəbbənin hazırlanma qaydasını açıqlama hissəsində sizinlə paylaşmışam. Mütləq baxın. Mürəbbə işini bitirdikdən sonra hazırlaşıb şəhərə yollandıq. Yüngül bir yemək yedik, günün vacib işlərini həll etdik. Daha sonra biraz xan bağında gəzdik. Təmiz hava aldıq, istirahət etdik. Sabah görəcəyimiz işləri müzakirə etdik. Qızım da ilə sabah üçün planlar qururduq. İstəyirsinizsə onun öz dilindən dinləyin. Sonra sürüklüyoruz. Altına da işte tahta koyuyoruz. Şimdi de Burada qızım öz şirin ləhcəsi ilə atasını inandırmağa çalışır ki, hər şey çox asandır, mən sənə kömək edəcəm, gedək birlikdə quşlar üçün və mənim pişiyim üçün ev düzəldək. Sonda o atasını razı sala bildi və onlar birlikdə sabah pişiyi üçün və quşlar üçün ev hazırlanacaqlar. Daha sonra qızımı parka gətirdik, orada doyunca oynadı, onun üçün vaxt çox maraqlı keçdi. Biz də əyləşib onu gözləyirdik. Daha sonra isə evimizə yollandıq. Bugünkü günümüz həm faydalı, həm də dolu keçdi. Hər zamandan zövq aldıq, biraz iş, biraz gəzmək, biraz ailə ilə vaxt. İndi evə qayıdıb bir qədər dincəlmək vaxtıdır. Sabah bizi yeni planlar, görüləcək işlər gözləyir. Həyatda hər gün bir fürsətdir. Amma bu fürsətlər bəzən böyük hadisələr kimi gəlmir. Bəzən sadəcə sevdiklərinlə çay içmək, uşağın gülüşü ya da sakit bir gəzinti olur. Əsas olan o anları görməkdir, dəyərləndirməkdir. Çünki bir çox insan gözləyir. Uğur gəlsin, fürsət çıxsın, həyat dəyişsin deyə. Amma həyat dəyişmir. Onu biz dəyişirik verdiyimiz qərarlarla, yaşadığımız kiçik anlarla, dəyər verdiyimiz hisslərlə. Ona görə də hər səhər oyananda düşünürəm ki, bugün də bir şansdır. Axşam üçün hazırladığım dadlı tərəvəzli yemək və süt də hazırdır. Yeməyimizi yeyirik və yatırıq. Həmin o şans kimi hesab etdiyim gözəl sabahlardan birini oyanırıq. Səhər yeməyimizi yeyirik. Bu kadrlarda artıq səhər yeməyimizi yemişdik. Daha sonra belə dünən aldığımız atışdırmalıqlar var idi. Onlarla da biraz yeyirik. Daha sonra gedirik həyətə. Sizə dünən dediyim həmin o pişik evini hazırlamağa. Gedək görək necə alınacaq, bəyənəcəksinizmi? Mən sizə deyim ki, bizim buna bir gün vaxtımız getdi. Hələ bir gündən də artıq demək olar. Qızımın necə həvəslə bu prosesə qatıldığını görmək ürəyimi sevinclə doldururdu. Kiçik əlləri ilə bir-bir parçaları sığallayır. Pişiyimiz burada rahat yatacaq deyə sevincini paylaşırdı. Yoldaşım taxtaları ölçür, yavaş-yavaş kəsir, çalışırdı ki, ev formasına salsın. Mən də bacardığım qədər kömək eləyirdim. Bəzən aletlər tuturdum, bəzən sadəcə onlara baxıb gülümsüyürdüm. Hərdən onlara belə xidmət edirdim. Gözəl dadlı çay süfrəsi hazırlamışdım onlar üçün. Süfrəmizə hətta qonşumuz da gəldi. O da içdi, çox bəyəndi. Dedi ki, çox ləzzətli çay hazırlamışsan. Burada isə mən pişiyin evinin içi üçün belə bir bizdə köhnə xalça qırıqları var idi. Onlardan kəsdim ki, yapışdıraq. Divarlar həm yumşaq olsun, həm də qışda daha isti olsun. Burada da həmin o kəsdiyim hissələrin yapışdırılma prosesləridir. Onları mismarla bərkitdi yoldaşım səhv etmirəmsə içinə. Artıq qismən evimiz hazırdır. Qalır son tamamlama işləri. Burada da onları edirik. Artıq axşama doğrudur, rəngləyirik. Qızım yaşıl rəng istəmişdi. Ona görə də yaşıl rənglə elədik. Daha sonra üst hissəsini də ağ etdik ki, daha maraqlı görünsün.
Ümumilikdə bu pişik evinin hazırlanma səhnələrini 2 günə çəkmişəm. Çünki biraz uzun oldu proses. Bir gün hazırladıq, qurtardıq, digər gün isə rəngləmə işlərini gördük. Burada mən də rəngləyirəm. Xoşuma gəlir rəngləmə işləri, ona görə istədim ki, mən də rəngləyim ön hissələrini. Hava qaralır, mən görünə bilən qədər çəkəcəm, amma daha gözəl görüntülərini isə sabah oyanıb çəkəcəm ki, hər şey daha aydın görünsün. Son tamamlama işlərində yoldaşım edir, daha gözəl rəngləyir hər bir hissəsini və artıq evimiz hazırdır. Beləliklə bir vlogun daha sonuna gəldik. Vaxt ayırıb izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, gündəlik həyatımızdan kiçik parçalar sizə həm ilham verdi, həm də xoş anlar yaşatdı. Sonda isə videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər. Hələlik!